Cənab Prezidentin bugünkü təsis konfransında, müraciətində belə bir ifadə var. Bir dövlət kimi Azərbaycan az inkişaf etmiş, inkişaf etməkdə olan ölkələrin və bütövlükdə qlobal cənubun üzləşdiyi problemləri dərindən dərk edir. Biz bu məkanda həmrəyliyin, əməkdaşlığın və davamlı inkişafın təşviqinə daim sadiqik. Bax, bu fikri şərh etməyinizi istəyirəm. Bəli, Cənab Prezidentin söylədiyi bu fikir real mənzərəni özündə etifa eləyir. Yəni, həm o mənzərə üzrə çıxır ki, qlobal cənubun üzləşdiyi xeyli problemlər də var. O problemlər həllini tapmalıdır. Həllini necə tapmalıdır? Birgə səylərlə, beynəlxalq hüquqa hörmət edərək, qarşılıqlı şəkildə bir-birini dəstəkləməklə və əməkdaşlığa, inkişafa töhfə verməklə. Təkcə sözdə deyil, əməli addımlarla bunu etməklə. Məsələn, Azərbaycan dövləti pandemiya dövründə söylədiyim sizə 80-dən artıq ölkə dəstək verir. Hamısı da qlobal cənub ölkələrdir. Hamısının iqtisadi baxımda ciddi problemləri var. Deməli, bugünkü qlobal cənubun öz tərkibi də yekcins deyil. Orada Çin kimi nəhəng də var. Orada Hindistan kimi nəhəng dövlət də var. Düzdür, Rusiya kimi də nəhəng dövlət var. Eyni zamanda Azərbaycan kimi nəhəng olmayan, amma beynəlxalq aləmdə çəkisi böyük olan, sözünün məna və çəkisi böyük olan dövlət var. Beynəlxalq sülhə, təhlükəsizliyə, əməkdaşlığa ciddi töhfələr verən bir ölkə var. İndi siz bu dediklərimi onda da təsdiqini tapır ki, Azərbaycan Prezidentinin fikir verdiniz. Çin Xalq Respublikasına yüksək səviyyəli səfəri. Bunun ardınca Avropa İttifaqı çox diqqətlə proses izləyirlər. Gördülər ki, Azərbaycan Prezidentini bir nəhəng dövlətin rəhbəri kimi qarşılayırlar. Azərbaycan nəhəng dövlət deyil, amma prezidenti nəhəng siyasi liderdir. O cür qarşılayırlar. Dərhal halda Avropa İttifaqının təhlükəsizlik və xarici siyasi məsələlər üzrə ali nümayəndəsi xanım Kaja Kallas Azərbaycana səfərə gəldi. Tamamilə Avropa İttifaqının əvvəlki mövqeyinə fərqli mövqelər ortaya qoydu. İndi bizim üçün qonşu dövlət olan İran İslam Respublikasının prezidenti Pezeşkiyan Azərbaycana gəlib. Mayın əvvəlində İsrailin baş naziri Netanyahunun Azərbaycana səfəri gözlənilir. Fikir verirsiniz, nə qədər biz müxtəlif güc mərkəzlərinin Azərbaycana olan diqqətinin hansı səviyyədə olduğunu görürük. Bu nəyin sayəsindədir? Onun sayəsində ki, biz haqqın, ədalətin keşindik. Biz təkcə söz deyil, əməli addımlarımızla beynəlxalq sülhə və təhlükəsizliyə töhfələr veririk. Eyni zamanda qlobal cənub ki, dediyim kimi dünya arzının 80%-dir. Dünyadakı ümumdaxili məhsulun təxminən 50% qədərini ödəyir, verir. Bu deməli, reallıq fonunda da Azərbaycan söz sahibidir. Miqyası kiçikdir coğrafi baxımından, amma töhfə vermək potensialı böyükdür. Həm də Azərbaycan o dövlətlərdəndir ki, bəlkə birincisidir ki, öz ərazi bütövlüyünü və suverenliyini tam, qəti və əbədi təmin edib. Bu baxımdan da biz nümunəyik, bizdən öyrənirlər və öyrənirlər ki, ərazi bütövlüyünü, suverenliyini, azadlığını təmin etməyin bir Azərbaycan modeli formalaşıb. O öyrənilir və hesab edirəm ki, bugünkü tədbir də bu baxımdan aktualdır.